Salam, hörmətli texnologiya sevənlər. Mən Nəriman Şükürov, IT Brains Akademinin Helpdesk və şəbəkə inzibatçılığı üzrə təlimçisiyəm. Bugündən etibarən YouTube kanalımızda sizlər üçün faydalı məlumatlar paylaşacağıq. Əgər siz də videolarımızdan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub bildirişləri aktivləşdirin. İndi isə keçək ilk izahımıza. Bugün sizə kompüterin əsas tərkib hissələrindən danışacağıq. Qarşımda kompüterin əsas tərkib hissələrini görə bilirsiniz və ilk öncə ana platandan məlumat verim. Ana plata bütün daxili qurğuların birləşdiyi bir sxemdir. Ana platanın üzərində ilk öncə bizim prosesordan danışaq. Prosesor əsas tərkib hissələrindən biridir. İki cür olur, iynəli və iynəsiz prosesorlar. Qarşınızda olan iynəsiz prosesordur. Prosesorun ana platasına taxıldığı yerə soket deyilir. Bu cür taxılır və artıq hazırdır. Keçək növbəti əsas tərkib hissələrindən birinə. RAM yaddaşdır. Operativ yaddaşdır. Ana platasına yerləşir, xüsusi soketinə yerləşir. Soketlər dəyişir. Nəsil olaraq DDR2, 3, 4 və 5-ci nəsil olaraq taxılma yerləri fərqlidir. RAM operativ yaddaşdır. Hər restart olandan sonra tam olaraq yaddaş pozulur. Növbəti tərkib hissəmiz video kartdır. Monitora görüntünü yaymaq üçün istifadə olunan bir qurğudur. Üzərində onun kulleri, yəni soyuducu sistemini də görə bilirik. Əlimdə gördüyünüz hava kulleridir. Prosesorun istiliyin qarşısını almaq üçün istifadə olunur. Bu cür şəkildə prosesorun üzərindən ana platasına bərkitilir. Prosesor və kullerin arasında mütləq şəkildə termopast istifadə olunmalıdır. Növbəti qurğu bizim şəbəkə kartımızdır. Burada gördüyünüz RJ45 LAN portu var. Kompüterimizin şəbəkəyə qoşulması üçün istifadə olunan bir portdur. Növbəti göstərdiyim qurğu sound kartdır. Üzərində bir neçə portlar mövcuddur. Qulaqlıq üçün, dinamiklər üçün və mikrofon üçün istifadə olunan portlardır. Yaddaş qurğulardan danışsaq, gördüyünüz sərt diskdir. Üzərinə məlumatlar yazılır. İki cür olur. Laptoplarda istifadə olunan və prosesorlarda istifadə olunan. Laptoplar üçün istifadə olunan qurğu burada görə bilirik. Üzərində maqnit valı var və oxuyucu iynə. Məlumatlar maqnit valının üzərinə yazılır və oxucu iynə vasitəsilə oxunur. Sərt disklər ana platasına bu cür SATA kabeli vasitəsilə SATA portuna qoşulur. Və ən əsası qida bloku. Bütün ana platanın tərkib hissələrini və ana platasını qidalandırmaq üçün istifadə olunan bir qurğudur. Bugünlük bu qədər. Bu kimi daha çox faydalı videoların gəlməyini istəyirsinizsə, bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik.